Özdə elə adamlar olub ki, onun dinə dəxli yoxdur ya. Yəni adam nağara çalandı, o musiqiçinin eşim yoxdur. Yəni bu sahənin adamı deyil. Çayxanada oturub səhərdən axşamacan vaxtını keçirdir. Bir işi peşəsi də yoxdur. Neyniyim, özümə bir iş tapım, Quran, başlayır Quran təfsir eləməyə. Rəhmətli Əlamdarın gözəl bir çıxışı var, hamımız baxmışsınız ona. Riyaziyyətə etiraz eləyən yox, tibbə etiraz eləyən yox, sonra hüquqa etiraz eləyən yox, niyə belədir deyən yoxdur. Amma dinə çatanda hamı olur müştehid. Hamı olur müştehid. Məsələn, Füzulini Şiyə şairi kimi o verilişdə qəbul eləmək istəmirlər. Əlamdar deyir ki, adam Şiyədir də. Adam Şiyədir, adam Şiyənin fəqihlərindəndir. Yəni elə belə şair deyansın, məsələn bir təpənin üstündə şeir desin və cəmaat əl çalsın. Yox ki, bu bizim Şiyə məzhəbinin alimi olub. Kitabı var etiqad haqqında. Mətali'ül etiqad. Füzulinin fəqət şeirdir. Hər alimin şeiriyyatı var. Amma bu adam Şiyə fəqihlərindən biri olub. Fətva verib. Və Mətali'ül etiqad adında əqidə kitabı var. Aydın? Hər halda indi belə də din hamı üçün belə əyləncə bir yerinə çevrilib. Xülasə, mövzumuzun sonu. Ayədə gəlir, Allah buyurur, Əfəkulləmə cəəkum rəsulun. Siz insanlara hər dəfə bir peyğəmbər gələndə bimə bir şey gətirir həmən o peyğəmbər. Lə təhvə ənfusukum. Sizin nəfsi istəklərinizlə uyğun gəlmir. Onun gətirdiyi şey sizin nəfsi istəklərinizlə uyğun gəlmirsə, siz nə edəcəksiniz? İstəkbərtum, təkəbbür eləyəcəksiniz. O kimdir ki, mən onun sözünü qəbul edeyim? Fəfəriqən kəzzəftum, bir qism peyğəmbərlərə hələ kökündən təkzib eləyəcəksiniz. Və fəriqən təqtulun, və bir qismini də qətlə yetirəcəksiniz. Məsələn, İsa əleyhissalam gəlir, deyir, mən peyğəmbərəm, bu mənim kitabım, bu mənim dinim, bu şey halaldır, bu şey haramdır. Bu şeyləri deyəndə İsa əleyhissalam Bəni İsrailin həvai nəfsi ilə uyğun gəlmir. Təkəbbür eləyirlər, peyğəmbəri təkzib eləyirlər və onun qətlinə neynirlər? Qalxırlar. Bu bütün peyğəmbərlərin ümmətində var. Bütün peyğəmbərlərin ümmətində nədir? Var. İndi peyğəmbərimizin ümmətindən bir misal vuraq. Diqqət eləyin, bu şeyləri gizlədirlər. Amma bu reallıqdır da, bunu inkar eləmək mümkündür. Peyğəmbərimiz özü deyir ki, mən sağam, minbərdiyəm. Yalan danışanların sayı mənim adımdan çoxalıb. Təsəvvür eləyin də bir anlıq. Peyğəmbər sağdır hələ. Minbərində oturub, sözün sahibi odur, demişəm, deməmişəm, sağdır, gəlib soruşmaq olar. Peyğəmbər özü deyir ki, mənim adımdan yalancılar çoxalıb. Çoxalıb, azalıb da yox ha, Mədinə yalancı ilə doludur. İndi gör, onlar nə qədər yalan hədis nəql edəcəklər. Məsələn, Əbu Hüreyrədən hədis var, hər bir möminin kəkili olmalıdır. Belə bir tük, tökülməlidir yanağına qədər, belə. Hər bir müsəlmanın o saçı tökülən bədbəxt yox. Bu fəzilətdən məhrum olacaq ki, onun kəkili yoxdur. Peyğəmbər belə bir söz deyər. Peyğəmbərin adından yalan nöş danışırsan. Hay Əbu Hüreyrə. Müminin, müsəlmanın kəkili olmalıdır. Sağa sola belə. O yazıq, o başına tük bitməyənlər. Onlar bu fəziləti neynəyəcək? Əməl eləyə bilmir. Vallah Peyğəmbər belə bir söz deməyib. Peyğəmbərin adından adam yalan danışır. Hətta sünni alimləri deyir ki, bu Əbu Hüreyrənin cibindəndir. Kisəsindəndir. Elə belə də deyirlər.
Əbu Hüreyrənin kisəsindəndir. Yaxşı, o qardaşı biraz sakit edin. Əbu Hüreyrənin kisəsindəndir. Peyğəmbər adından o qədər yalan danışılıb ki, hələ sağ olanda. Sonra, yəni 100 misal çəkərəm, həmən bu kəkil kimi, filan kimi, filan kimi. Peyğəmbər gəlir, şəriətin gətirir, ya Peyğəmbər təkzib olunur, demir ha, Peyğəmbər yalan deyir. Peyğəmbərin dediyinə əməl eləməmək, Peyğəmbərin göstərişinə rəayət etməmək onu təkzib eləməkdir. Lazımdır sən dilvə gətirəsən ki, mən filankə səhabə Muhammed ibn Abdullah sallallahu aleyhi və aleyhi və səlləmin gətirdiyi bu hökmü qəbul etmirəm. Buna ehtiyac yoxdur. Sən hələ onun əksinə getməyin bilə-bilə nədir? Onu təkzib eləməkdir. Çünki inansaydın eləməzdin. Diqqət edin. Salavat göndərək Peyğəmbərimizə.